Yeni həyat uğrunda qadın orqanizminə düşmüş kişi cinsi hüceyrələri spermatozoidlərə uşaqlıq boyunu yığılmaları ilə irəliləməyinə şərait yaradaraq kömək edir. Bundan əlavə, onlar uşaqlıq boyunun səthi boyunca sürüşə bilirlər. Lakin uşaqlıq boyunu keçdikdən sonra spermatozoidləri immun sistemin hüceyrələri qarşılayır. Bu hüceyrələr spermatozoidləri düşmən kimi qəbul edir və məhv etməyə başlayır. Beləliklə, minlərlə spermatozoid həlak olur. Amma bu hələ hamısı deyil. Bu mərhələni keçən spermatozoidlərin həyatlarında ən vacib seçim başlayır. Onlar ya sağa, ya sola dönürlər. Şanslı spermatozoidlər döndükləri tərəfdə yumurta hüceyrə ilə qarşılaşırlar. Mayalanma geri-dönməz bir prosesdir. Mayalanmış yumurta hüceyrə ikinci dəfə mayalana bilmir. Mayalanmadan əvvəl yumurta hüceyrələrdə maddələr mübadiləsinin səviyyəsi aşağı olur. Mayalanmış yumurta hüceyrə uşaqlıq boşluğuna doğru hərəkət edir. Xırda çıxıntıları vasitəsilə uşaqlıq divarına yapışır. Zamanla bu çıxıntılar göbək ciyəsinə çevrilir.